Araykə 149 ildə sən itələmək istəyirlər. Elə palojnası odur. Düzünü desəm, yəni Sarkisyan caydımasa öz ayağı ilə gedib girsə içəri, ona bir 50 il verəcəklər. Əgər özü getməsə, tutub aparsalar, o da ki, gərək qarğa kimi yaşaya ki, 200 ildən sonra gələ çıxa bura. Koçaryan artıq ölübdür. Onu tutub aparmağın da mənası yoxdur. Tək Koçaryandan Sarkisyan deyil. Bizdə elə bir ki, başında gedib içəridə oturmağa çox adamlar var. Orada da onları gözləyirlər. Yox, bilirsiniz ki, mənim başım biraz bu aralar sülhə qarışıbdır. Sizə buradan söz verirəm ki, sülh təmiz təmin olunsun, əmin-amanlıq olsun. Burada bir qiyamət qopardacağam. Hə, əlbəttə, xeyli adam var Bakıya getməli. Könüllü getsələr, getsinlər. Getməsələr, yerlərin konumunu atacaq, gəlib özləri gecə ilə aparacaqlar. Heç onda da bilinmir kim gəlib, nə tər aparıb. Yox, indi rahat aparırlar, nə rahat aparırlar deyənmərəm. Amma bircə onu bilirəm ki, gözlərini açılar ki, başda məhkəmədədir.